birinci panelimizə artıq keçid almaq istəyirik. Birinci panelimizin mövzusu mühasiblərin və mühasibat sahəsində çalışan təhsil ekspertlərinin etik və hüquqi məsuliyyətidir. Moderator Mehdi Babayev, Bakı Hesabat Mərkəzinin direktoru. Zəhmət olmasa Mehdi müəllimi öz yerinə dəvət edirik. Artıq söz Mehdi müəllimdədir. Oturacağım. Bir daha təşəkkür edirəm. Mən birinci panelin moderatoru kimi, mən təbii ki, dördüncü paneldə bayaq ilk çıxışımda dedim, dördüncü paneldə mənim ayrıca bir spiker kimi mövzum olacaq. Maraqlı mövzudur. Elektron mühasibatlıqla bağlı, hansı ki, indi dövlət tərəfindən müəyyən qərarlar, fərmanlar və əsasnamələr qəbul olunub. Bu barədə sizə məlumat verəcəm ki, biz məsuliyyətimizi bir daha ciddi nəzərə ala bilək. İndi isə birinci panel qeyd olunduğu kimi, mühasiblərin və mühasibat sahəsində çalışan təhsil ekspertlərinin etik və hüquqi məsuliyyəti barədə olacaq. Mən istəyirəm qısa bir çıxışdan öncə spikerləri bura dəvət edim. Burada təbii 6 stul, bizdə spikerlər çoxdur. Mən çalışacağım ki, bizim panel 2 hissədən ibarətdir. Müəyyən bir hissədən sonra, 2 çıxışdan sonra, növbəti 2 çıxış, səhv eləmirəmsə, çay kofe fasiləsindən sonra olacaq. Elə deyilmi, Radim? Ona görə çay kofe fasiləsindən sonra gələn ekspertləri, spikerləri mən sonra dəvət edəcəm. İlk olaraq bura, təbii, hamımızın tanıdığı Radil Fəthullayevi, Radil müəllimi dəvət edirəm. Buyurun, Radil müəllim, əyləşmənizi xahiş edirəm. Sonra vergi üzrə təlimçimiz, hamının tanıdığı ekspert Tural Abbasovu dəvət edirəm. Və BCG Consulting aparıcı mütəxəssis, həm də İqtisad Araşdırma Tədris Mərkəzinin müəllimi Atif Abbasov qardaşı bura dəvət edirəm. Buyurun. Və Oba Marketlər şəbəkəsində vergi çoxu üzrə mühasib işləyən, həm də İqtisad Araşdırmalı Tədris Mərkəzinin müəllimi, daha doğrusu ola bilər səhv dedim iş yerlərini, Ramil Teymurov. Ramil Teymurov BCG Consulting'də işləyir. Atif Abbasov isə Oba Marketlərdə, elə deyilmi? Hə, ola bilər. Siz, Atif müəllimin, Ramil müəllimin bir yerdə oturmanı xahiş edirəm. Radil müəllim, ilk çıxışı sizə verəcək. Təbii ki, maraqlı mövzudur. Elə birbaşa bizim panelin süjet xəttinə uyğundur. Məsuliyyətli mühasiblərin biznes və cəmiyyət üçün yaratdığı dəyər. Təbii, bu dəyərin nə olduğunu sizdən eşitmək istəyərdik. Buyurun Radil müəllim, vaxt uzatmadan başlayaq. Hətta siz yenə bir daha bildirin, burada da ayaq üstədə çıxış etmək olar, aşağıda da olar, istəsə tribunadan da olar. Hansı formada istəsəz buyurun. Çox sağ olun Mehdi müəllim. Təşəkkür edirəm. Bayaqları çıxışım biraz protokol idi. Düzü belə çox öyrəşməmişəm, oxudum. Nə qədər hazırlayıb özüm hazırlasam da biraz daha sərbəst çıxış etməyi sevdiyimi bilirsiniz. Slaydımızı yerləşdirək. Bu mövzumuz həqiqətən də çox maraqlı mövzudur. İndi bilirsiniz ki, zaten mövzumuzun əsas ana xəttədə məsuliyyətli mühasibə olduğuna görə mən burada məsuliyyət anlayışı və mühasiblərin bu sahədə həm biznesə, həm şəxsi inkişafa qatdığı dəyər barədə danışacağıq. İndi baxaq bir slayd açılsın. Orada bir neçə mövzularımız var, amma slayd orada deyəsən balaca kiçik asılır. Slayd asılıb əslində sadəcə belə deyək ki, deməli, məsuliyyətli mühasib dedikdə, yəni biz ilk öncə məsuliyyət anlayışını bir qısa açmalıyıq. İndi, yəqin ki, hamımız bilirik, yəni məsuliyyət anlayışı sorumluluq mənasını verir, eyni zamanda hesabatlıq mənasını verir. Və burada suallarımız açıldı. Məsuliyyət anlayışının mənası, mühasibin etik və hüquqi məsuliyyətləri, məsuliyyətli mühasibin şəxsi inkişafa qatdığı dəyər, ondan sonra şirkətə qatdığı dəyər, cəmiyyətə qatdığı dəyər, dövlətimizə qatdığı dəyər və eyni zamanda bir də sonuncu sualımız olacaq, məsuliyyətli mühasib necə olmaq lazımdır. Burada məsuliyyət anlayışının mənasını vermişik. Sorğu suala çəkmək,
hesablaşmaq mənasında işlədilir. Öz hərəkət və işlərinə görə cavab vermək, onların nəticələri üçün cavabdehliyi öz üzərinə götürmək deməkdir. Və məsuliyyətli insan və məsuliyyətli mühasib. Yəni bunu bir qısa fərqləndirsək, öz vəzifələrinin şuurunda olan, bu şuurla işlərini görən və əməllərinin nəticəsinə görə cavabdeh olan bir insandır. Zaten bilirsiniz ki, bu hər bir sahəyə aiddir. Amma məsuliyyətli sözü ilə məcburiyyət sözünün qısa bir fərqi var burada yoldaşlar. Diqqət etsək, çox burada iki şəkil qoymuşam. Gördüyünüz kimi bir meşənin qırılması var və nəticələri görmək və bilməklə, sevərək öz vəzifəsini yerinə yetirməklə məcburiyyət arasında bir fərq var. Yəni, biz məsuliyyət dedikdə burada özümüzü buna məcbur edərək deyil, sevərək etdiyimiz bir şeydir. Necə ki, ailədə, ailə sahibiyik, evlatlara baxmaq, onlara hizmət etmək, bunu sevərək edirik. O nöqteyi nəzərdən məsuliyyət deyildir. Və bildiyiniz bir kəpənək effekti var. Bu kəpənək effektinin çox gözəl bir məşhur ifadəsi var. Deyir ki, Amazon çölündə bir kəpənəyin qanad çırpınması, onun bir baxarsan New Yorkda fırtınaya səbəb ola bilər. Yəni, o məşhur bir kəpənək effektidir. Yəni, kiçik zənn etdiyimiz hərəkət və hadisələrin böyük təsirlərə səbəb ola biləcəyini və bizə fərqli formatda dönə biləcəyini düşünməmiz lazımdır. Və indi isə mühasibin etik məsuliyyətini haqqında bir qısa nəzərdən keçirək. Mən burada həm etik, həm də hüquqi məsuliyyətləri bir fərqləndirəcəm. Belə ki, etik məsuliyyətin içində nələr var yoldaşlar? Bir, nizam intizamlı olmaq, disiplinli olmaq. Bilirik ki, bu hər bir şirkət rəhbərinin istədiyi bir şeydir. İşçisi nizam intizamlı olsun. Burada da mən sırf qarışqaların şəkillərini qoymuşam ki, bəzən belə bir ifadə edilir ki, çox yaxşı işçidir, qarışqa kimi çalışır. Və nizam intizamlı olmağı hamımız istəyirik, işçilərimiz də elə olsun və məsuliyyətin əsas etik tərkibində birinci başda olan budur deyə düşünürəm. İkinci, kollektiv ilə işləməyi bacarmaq və komanda ruhlu olmaq. Üç, etibarlı olmaq. Bayaqları Elşən müəllim çox yaxşı ifadə elədi. Arthur Anderson'ın 100 ildən çox yaşı olan bir şirkət etibarını itirdi. Bir anda demək olar ki, böyük beşlikdən çıxdı, böyük dörtlük qaldı. Və demək ki, bizim burada etik məsuliyyətin içərisində ən önəmli məsuliyyətlərdən biri etibar qazanmamız və mühasib də daha çox pula, vəsaitə nəzarət etdiyinə görə əmanətə riayət etmək nöqteyi nəzərdən çox önəmli bir məsuliyyət daşıyır. Sonra digərləri, hamı bunu istəyir, sədaqətli olmaq, dəqiq və diqqətli olmaq. Məsələn, mənə görə mühasibin ən vacib xarakteri diqqətli və dəqiq olmasıdır. Biz bunu zaman-zaman Mehdi müəllimlə müzakirə eləmişik. Məsələn, çox vaxtı bir şəxsin dəqiq və diqqətli olmasını necə yoxlayırıq? Məsələn, belə deyək ki, şirkətin ortasında stolu tərsinə qoyuruq və yaxud da ki, oraya bir kağız atırıq, görək bunu götürəcəkmi, yapıcı xüsusiyyəti varmı, diqqət və dəqiqliyini yoxlamaq üçün. Eyni zamanda müəyyən bir səhv sənədlər verilir ki, baxsın görək orada rəqəmlə sözlər arasındakı münasibət tuta biləcəkmi? Çünki mühasibin ən vacib olan xarakteri bildiyiniz kimi diqqətli və dəqiq olmasıdır. Və burada nəticə etibarilə bugünkü mövzumuzun ən vacib hissəsi vicdanlı və əxlaqlı olmaqdır. Ayrıca, bəli, vicdan məsələsi çox önəmli bir məsələdir. Hamımız bilirik ki, yaradan bizim daxilimizə vicdan deyə bir aparat qoyubdur. Yəni, biz doğru və yanlışı o aparata daxil etdiyimiz zaman orada bir səs gəlir sanki, bir cızıltı gəlir ki, sən düz edirsən, yoxsa yanlış edirsən və ona görə məsuliyyətli mühasib eyni zamanda vicdanlı mühasibdir. Etik xüsusiyyətin içərisində bu çox ən önəmli yerlərdən biridir. Əxlaqi məsələ isə, əxlaq bildiyimiz kimi bir ölçüdür. Əxlaqi dəyərə sahib olmaq, bu da ən vacib etik məsuliyyətlərdən biridir. Və digər, indi diqqət eləsək, bizim
hüquqi məsuliyyətlərin içərisində burada 2 məsuliyyət haqqında yazmışam. Məsələ bundadır ki, hüquqi məsuliyyətlərində yerinə yetirilməsi baxırıq ki, etik məsuliyyətlər daha baza təşkil edir. Əxlaqi dəyərlər nə qədər yüksək olarsa, digər dəyərləri də üzərində bina eləmək daha yaxşı bir şəkildə olacaqdır. Və növbəti məsuliyyətli mühasibin şəxsi inkişafa qatdığı dəyər. Deməli, burada məsuliyyətli mühasibin şəxsi inkişafa qatdığı dəyər. Yəni, fikrimizcə, əgər bir mühasib həqiqətən də məsuliyyətli olarsa, o zaman öz şəxsi inkişafına aşağıdakı bəndləri əlavə edə bilər. 1. Disiplinli nizam-intizamlı olmaq. Yəni, bunu bilirik ki, biz uşaqlıqdan hamımız arzu edirik. Adi öz yerimizi yığmaqdan tutmuş. Müəyyən vərdişlərimizdən uzaqlaşmaq üçün həmişə çalışırıq. Ən çətini çəkdiyimiz şeylərdən biridir disiplin olmaq, vaxtında işə gəlmək və s. Ona görə, əgər həqiqətən də məsuliyyətin başlanğıcı buradandır, disiplinli, nizam-intizamlı olsaq, işin keyfiyyəti buradan başlayır. 2. Dəqiq və diqqətli olmaq, əmanətə riayət etmək, etibarlı olmaq, sədaqətli olmaq. Bunlar məsuliyyətli mühasibin şəxsi inkişafına qatdığı bir dəyərdir. İkincisi, biznesə qatdığı dəyər. Fikrimizcə, əgər həqiqətən də mühasib məsuliyyətli olarsa, aşağıdakı dəyərləri özündə formalaşdıra bilər və şirkətə dəyər qatar. 1. Şirkətdə disiplin və sistemliyin olmasına çalışır. Məsuliyyətli mühasibdirsə, o mütləq yapıcı xarakterə malikdir. Müəyyən bir uyğunsuzluqlar varsa, onların həllinə çalışacaq. 2. Şirkətə öz evi və öz ailəsi kimi yanaşır və şirkət əmlakını özününki kimi qoruyur. Biz adətən bunu çox vaxt Yaponların daha çox rəayət elədiyini eşitmişik nəzəriyyədə. Amma düşünürəm ki, İnşallah, bax, bizim bu forumlarımız burada qeyd olunan dəyərləri aşılamaqla biz bunu Azərbaycan olaraq burada formalaşdırıb, bəlkə Orta Asiya, Türk dünyası üçün bir nümunə örnək ola bilərik. Biz moderator yoldaşlarla danışanda mən təklif elədim ki, gəlin bu məsuliyyətli mühasibi digər tərəfdaş təşkilatlar da daim eləsin. Sual verdilər ki, bəs axı niyə? Bəlkə bir fərqli olsun, yeni olsun. O zaman mən belə bir ifadə elədim. Dedim ki, məsələn, baxın, biz yemək yediyimiz zaman hər gün eyni yeməyi yeyəndə biraz bezə bilirik. Amma çörək elə bir yeməkdir ki, o yeməyi yediyimiz zaman heç vaxt bezmərik. Daima bunu istərik. Mənim fikrimə görə, yəni əslində bu fikir də mənim fikrim deyil. Yəni biz əgər Quran-ı Kərimin pəncərəsindən məsələyə baxdıqda görərik ki, biz Fatihə surəsində Rabbimiz bizə gündə 5 dəfə oxuyuruq. O surənin nəticəsi də məsuliyyətə dəvətdir. Yəni Allah Teala bilirsiniz ki, Quran-ı Kərimdə bildirir ki, biz məsuliyyəti dağlara yüklədik, onlar onu qaldıra bilmədi. Amma insana yüklədik, insan bu yükü götürdü. O baxımdan bu məsuliyyəti də Rabbimiz bizə həmişə xatırladır. Və bu o deməkdir ki, biz məsuliyyəti hər il xatırlamamız lazımdır. Yəni, çünki unutduğumuz bir şeydir və bunu necə ki, disiplinlə bağlı məsələlərdə həmişə çalışırıq ki, disiplinli olaq, çətin olsa da yenə çalışırıq. Demək ki, bunu özümüzə də xatırlamağıma ehtiyacımız var. Eyni zamanda illik bir nümunə olaraq biz əgər Azərbaycanda bunu mühasiblərə, maliyyəçilərə, auditorlara aşlaya bilsək, inşallah bəlkə Orta Asiyaya və digər dövlətlərə də bir nümunə ola bilərik deyə düşünürəm. Sonra yanlışların düzəlməsinə çalışır məsuliyyətli mühasib. Yəni bir müəssisədə yanlış bir şey gördükdə orada susmaz. Bilirsiniz ki, indi elə bir vəziyyət olur ki, çox vaxtı işçilər arasında bu onun ayağının altını qazmasın, onun torbasını tikməsin, belə məsələlər olur. Amma həqiqətən də şirkətə can yandırırsa bir şəxs, orada mütləq onun düzəlməsini istəyəcək. Sonra ən önəmli yerlərdən biri sistem qurur, özündən sonra gələnlər üçün asanlıqla anlaşıla bilən sistem qurur. Mən burada bir nüansı çıxmaq istəyirəm. Yəni, hamımız çox mühasiblər görmüşsünüz, elə biz də 2009-cu ildən indiyə qədər və özündən sonra həqiqətən də bir sistem qoyub həmişə çox gözəl xatırladığım indi hazırda zalda əyləşən və bizim irəlidə spikerimizdən olan Fərid Abbaslı var. İstərdim ki, Fərid müəllim bir dənə ayağa qalxasınız. Fərid Abbaslı hazırda Marriott Otelin maliyyə direktorudur. Onu alqışlayaq. Və
Fərid müəllim bizdə 2016-cı ildə, 2017-də işdən ayrıldı və o getdikdən sonra elə bir sistemlər qoymuşdu ki, və bəlkə də biz ta 2020-yə qədər o sistemləri istifadə elədik. Həmişə onun Excel-də qurduğu sistemləri istifadə elədiksə, hər zaman dua edirdik ki, Allah səndən razı olsun Fərid. Amma bu günləri, bəli, elə işçilər görürük ki, baxırsan ki, bir sistem qurur və elə bir dolanmaz bir sistemdir ki, özündən sonra gələn sadəcə bir məcburiyyəti qalır ki, onu yıxsın, təzədən bir yeni bina tiksin. Yəni, bax, bu ən önəmli nüanslardan biri olduğunu düşünürəm və bugün biz bunun əziyyətini çəkirik. Məsuliyyətli mühasib mütləq elə bir sistem qurması lazımdır ki, özündən sonra gələn üçün asanlıq olsun. Bu çox önəmlidir. Çünki diqqət eləsəz, deyirlər ki, filan şirkətdə uçot yıxılıb, bərbad olub. Çünki kimsə gəldi, elə bir məsələdir ki bu, yəni sanki evi bir balaca əyri tikdiyin zaman necə olur, sonra mümkün olmur. Bizim bununla bağlı lətifələr də var. Yəni, başqa cür mümkün olmur, biz bunu dəfələrlə yaşamışıq. O nöqtə nəzərdən şirkətə qatdığı dəyər, əgər həqiqətən də o şirkət rəhbərinin ondan sonra özünə dua edilməsini istəyirsə, gələcəkdə fəaliyyətin uğurlu olmaqını istəyirsə, mütləq yaxşı sistem qoyub getməlidir. Və şirkətin qazancını və goodwillini artıran məsələlərdən biri də budur. Məsuliyyətli mühasibin qatdığı dəyər. Sonra, məsuliyyətli mühasibin cəmiyyətə qatdığı dəyər, fikrimcə bu da çox önəmli nüanslardır. Bir, sosial sorumluluq. Bir, haşiyə çıxmaq istəyirəm. Məsələn, bizim mühasibatlıq sistemimizdə biz tərcümə elədik IFRS-i bildiyimiz kimi, orada mühasibatlığın prinsipləri var. O prinsiplərin içərisində açıq-aşkar sorumluluq prinsipi yoxdur. Amma Türkiyənin standartlarına, TFRS-lərə baxdıqda biz nə görürük? Başda sosial sorumluluq prinsipi gəlir. Mən fikirləşirəm, bu bizim şuramızın olmamağından, milli mühasibat standartının olmamağından, Türkiyə TFRS-ləri var, Türk standartları var, ona görə onlar onu ediblər. İnşallah bizim də şuramız olar, biz də bu sosial sorumluluğu o prinsip olaraq orada daxil edərik. Çünki həqiqətən də bir mühasibin sosial sorumluluğu öndə gələn məsələdir. Yəni, cəmiyyət qarşısında sən hazırladığın hesabatlarla sorumluluq daşıyırsan, məsuliyyət daşıyırsan. O nöqtə nəzərdən bu ən başda gəlir. Təcrübələrini cəmiyyətlə paylaşmaq. Forumlarda, bax, bugünkü məsələmiz, məsuliyyətli mühasibin, biz bugün bunu nə üçün təşkil etmək istəyirik? Sizlər bir təcrübə qazanırsınız, bunu burada bölüşürsünüz. Bayaq, başda çıxışımda saydığım yoldaşlar, ədəbiyyat yazan, bugün mühasibatlıq sahəsində töhfə verən hər bir şəxsə ona görə təşəkkür edirəm ki, həqiqətən də maşallah bizdə çox faydalı yoldaşlar var. Onlar əksəriyyəti burada əyləşiblər. Kondisioneri söndürmək istədi. Deməli, davam eləyək biz yoldaşlar. Deməli, məsuliyyətli mühasibin dediyimiz ən son olan, yəni sosial məsuliyyət içərisində bayaq dediyimiz kimi, hansı ki, cəmiyyətə töhfə vermək istəyən şəxslərə təşəkkür edirəm, orada qaldıq. Yəni, məhz təcrübələr bölüşmək və buradakı tədbirimiz də məhz onun bir nümunəsidir deyə düşünürəm. İndi slayd yəqin ki, çevriləcəkdir və orada mənim bir növbəti sualım qalıb, çox da vaxtınızı almadan, İnşallah ki, o vaxta qədər də düzələr. Deməli, bəs sual olsa ki, biz mühasibin etik məsuliyyətindən danışdıq, mühasibin sosial məsuliyyətindən danışdıq, mühasibin şirkətə qatdığı dəyərdən danışdıq. Bəs biz bir mühasib olaraq necə məsuliyyətli olmalıyıq? Yəni, bu sözün variantını da deməliyik də sizə, düzdürmü? Danışırıq, bəli, çox gözəl bir şeydir. Hamımız bilirik ki, məsuliyyətli olmaq yaxşı bir şeydir. Amma məsələn, indi sual versək ki, bəs necə edək ki, məsuliyyətli olaq? Bunun nəsə bir reçetesi varmı? Bunu mən zaldan da soruşa bilərəm, amma istərsiniz bir... Elə o sualı verəsiydim mən adıma. Bəli. Ki, o sadaladığınız o bacarıqlar ki var, bəli, o necə formalaşsın bizdə? Bu necə formalaşsın? Şərait imkan verirmi? Yerdən kimsə deyə bilər, əgər fikri olan varsa. Bəlkə maaşımız azdır ona görə. Ona görə
Motivasiya yoxdur da. Deyir ki, bu bacarıqlara niyə nail olaq, elə deyilmi? Yaxşı maaş olsa, mən də gedərəm bir pul xərcləyərəm, bəzi bacarıqları özümdə formalaşdıraram, başqa təlimlərdə olaram və yaxud da ki, bilmirəm, hansısa formada bir vaxt ayıraram özümə. Bir həvəs də olmalıdır da, belə deyək. Bəli, doğrudur. Mehdi müəllim, bir nüans yadıma düşdü. Həmişə Elsəvər müəllimcinlə müzakirə edirdik. O vaxt biz Qafqaz Universitetində işləyəndə mən Firidun müəllimcinlə həmişə bir mübahisəm düşürdü. Onlar həmişə deyirlər ki, bəs biz mühasibləri yetişdirib ancaq xarici şirkətlərə yönləndirək. Yəni daha çox Big Four və s. Firidun müəllim hətta deyirdi ki, bizim yerli şirkətlərdə bəs etik yox, belə deyək, biznes etikası da bu azdır. Həqiqətən də razıyam o şəkildə, amma məndə biraz bu patriotluq olduğuna görə hər zaman içimdə bir yanğı qalxırdı. Yox, Firidun müəllim, siz düz eləmirsiniz. Biz öz şirkətlərimizdə bunu formalaşdırmasaq, kim formalaşdıracaq? Yəni, gəlin bu hazırladığımız mühasibləri öz yerli şirkətlərimizə yönləndirək. Və o siz dediyiniz məsələ, əlbəttə ki, bu doğru deyirsiniz, şirkətdən də asılıdır. Yəni, bir şəxsin doğrudan da məsuliyyətli olması ilk öncə bunu sevməsi lazımdır. Yəni, burada əmək haqqı da önəmlidir, onun çəkdiyi əziyyətin qarşılığını təbii ki, görməlidir. Amma mən dediyim biraz daha mənəvi psixoloji məsələdir. İndi onu ayrıca qeyd eləyəcəm. Məsuliyyətli mühasibin dövlətimizə qatdığı dəyər haqqında da danışıb, sonra dediyim məsələyə gələcəm. Müəssisənin düzgün işləməyə sövq edir, məsuliyyətli mühasib vergiləri vaxtında ödəməyə sövq edir. Bunu artıq deməli, vergilər haqqında Tural müəllimin çox maraqlı çıxışı var. Zaten o mövzuda necə edək ki, könüllü şəkildə vergi ödəyək, onu da bərabər şəkildə müzakirə eləmişik. Bunun ardı orada gələcək və yenə slaydımız qaçdı. Deməli, slayddan da asılı olanda bu vəziyyətdə düşürdü. Adam gah tuzdurursan. Deməli, dövlətə qatdığı dəyər dedik, təbii ki, vergiləri düzgün hesablamaq və burada çox önəmli nüanslardan birini də yenə praktik tərəfdən izah edeyim. Bax, məsələn, bilirsiniz ki, 2025-ci ildən artıq dividendlə bağlı deməli, şirkətlər əvvəlki ildə 10% idi dividendə görə vergi, dövlətimiz bunu 5%-ə indirdi. Bu günləri biz baxırıq ki, şirkətlərin 90%-i dividend vermirlər. Bunu da çox vaxt mühasib susur. Məsələn, sanki bu şirkət rəhbəri, təsisçi boşuna işləyirmiş kimi görsənir. Əslində, vergi onu boş yerə 5%-ə indirmədi. Bilirsiniz ki, nağdlaşma prosesi gedirdi əvvəlki illərdə. Artıq 2025-dən başlayaraq hansı şirkət ki, dividend götürməyəcəksə, yəni demək ki, o bir siyahıya düşəcək və o sual altına düşəcək ki, sən nə üçün dividend götürmürsən? Amma təəssüflər olsun ki, bunu görək mühasiblər xatırladırmı? Mən çox vaxt görürəm ki, xatırlatmır rəhbərə. Və bu o şəkildə xatırladılmalıdır ki, rəhbər həqiqətən də bunun ciddiyyətini hiss eləməlidir. Keçən dəfə Mehdi müəllimlə müzakirə edəndə bir maraqlı misal dedim. Dedim, təsəvvür edin ki, biz küçədən gəlirik, bir atışma gedir, dava gedir çöldə və gəlir mühasib rəhbərin yanına sakit tərzdə deyir ki, bəs cənab rəhbər, küçədə də atışma gedir, belə kirmirçiyə gəlib oturur yerinə. Sonra rəhbər də çox da buna fikir vermədən elə çölə çıxası olur, çıxır, görür ki, atışır və onu da vururlar, ayağı falan yaralanır, çəri girir, deyir ki, bəs sən mənə niyə xəbər eləmədin bunu? Deyir, axı, mən sənə dedim axı. Və deyir, o şəkildə deyərlər, yəni sən biraz daha ciddi şəkildə demən lazım idi mənə. Yəni, bax, bu dediyim dividend məsələsi olsun, cərimələrlə bağlı olan məsələ olsun. İndi cərimələrlə bağlı bilirsiniz ki, Rami müəllim çıxış edəcəklər. Yəni, bugün mühasib rəhbərə sözü o şəkildə deməsi lazımdır ki, tam oradakı məsuliyyəti rəhbər anlaya bilsin. Sadəcə sözlə, WhatsApp-da yazdım, bu şəkildə olmaz. Yəni, çünki çox çətin bir illər gözləyir bizi, xüsusən də 2026-27-ci ildə, yəni biz bilirik ki, büdcənin 48% vergilərlə olacaq, o nöqtə nəzərdən hər nöqtədə cərimə oluna bilərik. Yəni, bu da bir haşiyə olsun. Deməli, bir not deyəsən, arxaya qayıdıb slaydımız olsun. Yəni, mən qısa olaraq yekunlaşdırım o zaman çıxışımı. Orada bu şəkildə qeyd eləmişdim, etməliyim. Deməli, məsuliyyətli olmaq üçün ilk öncə birinci bunu istəməmiz lazım. Biz deyirik ki, bunu sən məsuliyyətli olmağa niyyət etməlisən.
Bu birinci şərt. Yəni həm öz şəxsi proseslərdə, ailəmizdə, eyni zamanda da, yəni bu gün burada belə deyək ki, niyyətimizi təzələməmiz lazımdır. Yəni sən istəməlisən bunu. 2, məsuliyyətli olmaq üçün çox vaxtı yenə uyğun bir misal deyim, insanın belə fitratı bu şəkildədir ki, adətən bir şey istəyəndə ya çox istəyir və sonra o yükün altına girdikdə onu edə bilmir. Və ikinci addım fikrimcə xırdalardan başlamaq, xırda belə deyə adımlardan başlamaq və bunu davamlı şəkildə hər zaman cəhd etmək. Yəni, məsuliyyətli olmağa ilk öncə bunu istəməmiz lazımdır daxilən, ondan sonra isə buna cəhd etmək. Düzdür, bəlkə sadə gələ bilər, amma dediyim, əgər biz yenə Rabbimizin kitabından yanaşsaq, görərək ki, biz hər zaman özümüzü, yəni eyni zamanda Yaradan da bizi məsuliyyətə dəvət edir və son olaraq, yoldaşlar, hamımıza inşallah növbəti ildə bu şəkildə bir slogan demək istəyirəm. Yaşasın məsuliyyətli mühasib, yaşasın vicdanlı mühasib və yaşasın əxlaqlı mühasib. Çox sağ olun, təşəkkür ederim.